Bugünkü təqdimat mövzusu başqa məlumatlar haqqında deyil, mən sizin aydınıza hazırladığımız ekspansiya haqqındadır. Artıq biz sizinlə bir ildən artıqdır ki, tanış olmuşuq, bir-birimizi tanımışıq, bir-birimizlə münasibət qurmuşuq. Bəzən yaxşı, bəzən pis günlərimiz olur. Amma sonunda siz bizə yenə doğru yolu göstərmiş və biz doğru yolu tapmışıq, bir-birimizə həlallaşmışıq. Hətta siz bizə müəllimdən də əziz, müəllimdən də artıq daha bir yaxşı şəxsiyyət olmuşsunuz. Mən sizə diləyirəm ki, həyatda heç bir zaman üzünüzdən gülüş əksik olmasın, hər zaman üzünüz gülsün, hər şeyin ən yaxşısı sizinlə olsun. Ailənizlə birlikdə xoş günlər arzulayıram sizə. Yaxşı ki varsınız, ad gününüz mübarək. Müəllim, bugün çox özəl bir gündür, həm sizin, həm də bizim üçün. Sizə gerçək bir hekayə danışmaq istəyirəm. İllər öncə dünyaya gözəl bir qız yaratmışdır. O, təmiz qəlbli, savadlı, istedadlı, bəşəriyyə xeyirli bir qadın olaraq böyük boya başa çatdı. Onun 2018